35 ildir dədəsindən, dədə bala 35 ildir bu uşaqlara uşaq pulu vermir. Eləmi? Baxın, fikirləşin ki, bax hökumət büdcəsindən hər Azərbaycan vətəndaşı uşağına 200 manat getsəydi bu günə qədər, baxın, eləcə onu fikirləşin ha. Mənim dediyim Natiq Cəfərli, otur, analiz elə, burada elədir, dünyanın hər yerində iqtisadiyyat elə inkişaf edir. Deməli, 200 manatdan hər uşağa verdiyi pulu hesablayın. Azərbaycan dövləti, bax, Ermənistan veribmi? Gürcüstan veribmi? Batmayıb ki Gürcüstan. Ermənistan batmayıb ki. Rusiya batmayıb ki. Fransa batmayıb ki. Bunu verən dövlətlər batıbmı? Sənin dövlətin neft, qaz, bütün qızıl, nə bilim, yataqlar filan. Türkiyə uşaq pulu verir. Türkiyə batmadı ki. Yox hələ. Azərbaycan batacaq idi, Natiq Cəfərli. Batmayacaq. Sən yalan danışırsan, Natiq Cəfərli. Amma mən burada xalqa izah edirəm. Baxın, Azərbaycan xalqı bir şeyi fikirləşin. Bu günə kimi İlham Əliyev və atasının hər uşaq başına verdiyi 200 manat 35 ildə neçə milyard manat və yaxud da dollar edərdi. Bu pullar dövriyyədə olanda o 35 milyard, 40 milyard edə bilər, 100 milyon edə bilər. Mən bunu heç nə deyəmmərəm. İndi onu bilmirəm uşağın sayı nədir, onu vurmalısan uşağın sayına ilə və onu 25 ilə vurmalı. Öyle deyilmi? Deyək ki bunu vurduq. Elədi, mən deyirəm də 1 milyon elədi. Baxın, bu 1 milyon dövriyyədə işləyəndə 35 ilə ən azı 3 dəfə, 5 dəfə qalxacaq idi. Baxın, Azərbaycanda bu günə kimi verilməyən uşaq pulu, təkcə uşaq pulu Azərbaycan büdcəsindən 10, 15, 20 dəfə artıq idi. Bugün dövriyyədə olsaydı həmin pullar, Azərbaycanın bugünkü büdcəsi 50 milyondursa, misal üçün deyirəm, olacaq idi, nə bilim, 500 milyon, 1 milyard, 2 milyard. Bu qədər olacaq. Mən misal üçün deyirəm. Bilmirəm heç büdcə nə qədərdir. Mənə maraqlı da deyil heç o büdcə. Çünki o büdcə deyil. Mənim üçün büdcə deyil. Dövlətin büdcəsi olar. Əliyevin idarə etdiyi dövlət deyil. İndi bir fikirləşin. 20 ildə o pullar dövriyyədə olsaydı, Azərbaycanda inkişaf hara gedərdi. Təkcə uşaq pulunu deyirəm ha. Bunun sosial yardımı var. İşsizlik haqqında nə bilim, insanlar işləməyən insanlara müavinət verilməlidir. Baxın, Avropada hər bir işləməyən insan, misal üçün, işləyən insan 1400 alırsa, işləməyən insan 1000 alır, 800 alır, 900 manat pul alır. Çünki o pulla uşağını saxlamalıdır. Başa düşdünüz? İşləməyənə qədər hökumət də məcburi ona iş axtarır, tapır, verir, deyir ged işlə. 30 il işləməsə 30 il həmin hökumət o pulu ona verir. Mən iqtisadi şeylərdən danışıb burada insanları belə dərindən fikirləşməyə falan mən fikrim yoxdur. Amma indi fikirləşin, sosial yardımlar verilsəydi, uşaqlara müavinətlər verilsəydi, səhiyyə pulsuz olsaydı, bugün Azərbaycan nəinki regionda, Avropada, bəlkə də dünyada birinci yerdəydi. Təhsildə də, səhiyyədə də, iqtisadiyyatda da, hər şeydə. Bunu niyə etmirlər bilirsinizmi? Elə bilirsiniz pula görə etmirlər. Bu artıq milli məsələdir. Mən buna belə baxıram.